Hörmətli tamaşaçılar, axşamınız xeyir olsun. Allah'ın adıyla bu akşamki kompas verilişini başlayırıq. Kompas verilişinin 18-ci hissəsində sizin namazlarınız, oruclarınız, taat və ibadətlərinizin qəbul olunmasını Allah dərgahından arzulayırıq. Azərbaycandan çatan xəbərlərdə acılı, şirinli xəbərlərlə qarşı-qarşıyaydıq. Bugün xəbər verilişimizi dinlədiniz. Acı xəbərlər Azərbaycanın birinci rütbəli məqamının İsrail səfiri ilə bugünkü görüşü və siyonizmlə ilişkilərin, münasibətlərin, əlaqələrin get-gedə genişlənməsini vurğulaması. Bu bizə biraz acı xəbəridir. Bütün İslam dünyasına acı xəbərdir. Fələstinlilərin qətliam edildiyi zaman, Fələstinlilərin acı, qanlı, qadalı repressiyasının daha çox şiddətləndiyi zaman, müsəlman bir, şiə bir ölkə, əhalisi müsəlman olan bir ölkə İsraillə münasibətlərini daha da yaxşılaşdırsın. Münasibətlərin, Azərbaycan dövlətinin münasibətlərinin müsəlman ölkələri ilə yaxşılaşdırılmasına səy göstərmələrini ancaq arzu eləyə bilərik. Bu bizim arzumuzdur. Gəlin, siz də bu arzuya qatılın. Günün birində Rüstəm Əliyev, rəhmətli Rüstəm Əliyevlə Astarada dolanırdıq dəniz qırağında. Ona Cəlal Ələhmədin bir yazısını xatırlatdım. Rüstəm xeylə güldü, Allah rəhmət eləsin. Cəlal Ələhməd deyir ki, mən Amerikada Harvard Üniversitesinə getmişdim. Gördüm, profesör Rüstəm Əliyev Moskva tərəfindən, SSR tərəfindən gəlib və Amerikada Firdevsinin Şahnaməsini tədris edir. Dedim ki, nə qəribə bir əhvalatdır. Amerikada Rus nümayəndəsi İran Şahnaməsini tədris edir. Bu Şahnamənin misraları mənə neft qoxusu verir. Bu misralardan, bu işdən neft qoxusu gəlir. Neysə, o günün arzusuyla ki, İslam ölkələrində siyonist samolyotları, təyyarələri cövlan eləməsin. Əziz və hörmətli tamaşaçılar, sözümüzə başlamadan öncə həmkarım deyir ki, Salyandan ya Masallıdan bir tamaşaçımız xətt alsındadır. Buyurun, Rəşidə xanım Masallıdan. Salam aleyküm. Alo. Salam aleyküm. Aleykümselam Rəşidə xanım, buyurun. Sizin Ramazan bayramınızı təbrik edirəm. Mən də sizin Ramazan bayramınızı təbrik edirəm. Çox sağ olun. Sərdi müəllim, mən sizin reyhanlarınızdanam. Reyhanımsınız. Sizə reyhanam mən. Çox sağ olun. Mən də sizə heyranam. Çox sağ olun. Sizin verilişlərinizi Şifdə girinlər. Diqqət edirəm, qulaq asıram, ailəliyizəm. Çox yaxşı, çox sağ olun. Sizə minnətdarı ki, bu verilişi atmışsınız. Çox sağ olun. Xoşunuza gəlirmi? Çox gözəl verilişdir. Hər şey ürəkcədir. Çox sağ olun, çox sağ olun. Mənim tərəfimdən bizim... Arzu edirəm ki, bu verilişdən Azərbaycanda da açılsın. İnşallah. Hər kəsən öz ürək sözün desin. İnşallah, inşallah. İnşallah. Açılacaq, açılacaq. Hər şey düzələcək. Əminamanlıq olsa daha da yaxşı olar. Əminamanlıq, sülh. Mənim ailəmin yarısı İrandadır, Ərdəbildə. Nə yaxşı, nə gözəl. Yoldaşımın dayıları var Ərdəbildə. Bəs mən deyirəm... O sayılıb Azərbaycan sayılırıq, indi onu hər kəsən öz dili ilə bilər. Bəli, bəli. Bəs mən deyirəm bir milləti... Mən anayam. Anasınız, Mən 4 uşağım var. Müqəddəs ana. Hamımız sülh istəyirik. Doğrudur. 50 zəl sülh istəyirik. Doğrudur. O mahnıda var, deyir, mən anayam, bu səsində yerin göyün səsi var. Dərdi var, sülhə gəlinə insanlar, yoxsa dünya məhv olar. Bəli. Ona görə biz sülh istəyirik. Çox sağ olun. Bütün zindandakılar bırakılsın azadlığa. İnşallah, inşallah. Allah qoysa. Çox sağ olun. Müəllim, bağışlayın məni, təvəzzüqdə uzaq olmasın. Buyurun. İlham müəllim gəz olsa, bilirik ki, onun əsası bu ölkədə nə istər görüb, eləyir. Bəli. Dedim ki, Allah qoysa, oğlu da zindanları bıraxar. İnşallah. İlham müəllimə biz öz minnətdarlığımızı
bildiririk. Onun prezident olmağı münasibətlə təbrik edirik. Və ondan xahiş edirik ki, dinmandaşların günahından keçsin. İnşallah. Millət də səhv olur da həyatda bütün insanlar da səhv olur. Doğrudur. Doğrudur. Ona görə də ki, sizdən arzu xahiş edirəm, məni diqqətlə qulaq asasınız. Bir-iki kəlmə də sizə söz deyim, onsuz da sizin vaxtınızı alacağım, Çox amma sağ məni bağışlayın. Buyurun, buyurun. O, rəhmətli Nizami Gəncəvinin bir sözü var. Elə söz var ki, yaramaz demək, başqa bir dil ilə söyləmək gərək. Bəli. Onu incə söylərsən bir-bir, ondan hər kişidən arar bir təsir. Bəli. Şimdi ona görə biz sözlərimizi bütün rəsımlıqla danışa bilmirik. Bəli. Həm də İranla masallar arasında bilirsiniz, mən də sərin, məsələn, maliyyə, zar, hatamda gözləyirəm sizi. Sizdən bir dənə söz xahiş edirəm. Buyurun. Hər sözə, nəsə deyim, verədə mənasız söz danışanlara heç cavab vermir. Baş üstə. İstənmir, sizdən xahiş edirəm. Baş üstə. Sizin o süjetləriniz gedir Qarabağda, o birinci verlikdən qulaq asmışam, baxmışam. Bəli. Siz ağlayırsınız, mən də burada ağlamışam. Deyirəm, görün, bu necə insandır ki, o Qarabağın təsiri hələ də bunda davam edir. Belədir. Ona Belədir. görə sizdən çox xahiş edirəm. Bu İlham müəllim bizim inanırız ki, ölkəni Allah qoysa qabağa aparacaq. İnşallah. O atasının yoluyla gedəcək. Arzumuzdur. O 92-ci ildə onun atası prezident olanda mən ömrümdən bir il ona bağışlamışam ki, ölkədə sülh olsun. Əmin-amanlıq olsun. Doğrudur. İndi də onun oğlu keçir. Mənə heç bir təsirləri zadı yoxdur. Heç məni bilmirlər də varam, yoxam. Bəli. Amma dünyanın sülh etmək üçün, vətənimizin sülh etmək üçün ona da ömrümdən bir il bağışlayıram. Yəni mənim 52 yaşım var. Çox nə qozuyam, nə qavanam. Qarabağın azad edilməsinə mən ömrümün bütününü bağışlayıram. Bəli, bəli. Razıla verəm bütün, yəni ki, herkesin özünün canı var. Doğrudur. Ona görə sizə minnətdarlıq edirəm. Çox sağ olun. Siz də sağ olun. Çox sağ olun. Siz də sağ olun. Sağ olun, ailənizə salamlar. Sağ olun, sağ olun. Hörmətli rejissor, gəlin mənim üçün Tahir Kərimlini bağlayın. Bugün pres konferans keçib, Vəhdət Partiyasının sədri Tahir Kərimlini bağlayın, vaxtınız olsun. Təəssüflə, son xəbərlərə görə Tahir Kərimli həbs olunub. Elə də, Hacı Ağa Nuriyev, Hacı Ağa Nuriyev. Selamun aleyküm. Aleykümselam. Necəsiniz Hacı Ağa? Elhamdülillah. Bayramınız mübarək olsun, oruc namazınız qəbul olsun inşallah. Sizinle baham inşallah. Çok sağ olun. Hacı Ağa, televizorun sesini biraz kısın, biraz azaldın, sesiniz əks səda eləməsin, danışaq. Buyurun. Bugün pres konferansınız olub. Azərbaycançı Qüvvələr Birliyinin mətbuat konferansı olub. Həmin birliyə üzv olan Vəhdət Partiyasının sədri Tahir Kərimli indi eşitdim, həbs olunub. Xəbəri təsdiq edirsiniz-mi? Ya Rahman ya. Cenab Ferdi Bey, Ağay Ferdi, bizi de icazə verin bu fürsətdən istifadə edin. Mübarək Ramazan günləri münasibətilə qardaş Müsəlman İran xalqını təbrik edək. Allah'tan arzu edək ki, bu əziz müqəddəs gündə onların ibadət itaətləri Allah dərgahında qəbul olsun, onların duaları müstəcab olsun və inşallah bu iki qardaş ölkənin əlaqələri gündən günə şad xəbərlərlə, mehribançılıqla daha da inkişaf etsin. İnşallah. Mən məlumat üçün nəzərinizə çatdırım ki, bu günlər Azərbaycançı Qüvvələr Birliyinin Sosial Demokrat Partiyasının qərargahında toplantısı keçirilib, ənənəvi. Amma təəssüf olsun ki, Vəhdət Partiyasının nümayəndələri orada iştirak etməyiblər. Çünki biz dünən danışmışdıq, onlar gəlməliydi. Amma toplantı vaxtı əlaqə saxladıq, dedilər ki, dünənləri Cənab Tahir Kərimlini Respublika Prokurorluğundan axtarıblar. Bugün özü vəkili Aydın nəzəri ilə Respublika Prokurorunun Ağır Cinayətlər Dair İşlər İdarəsinə getmiş və orada onunla biz şahid qismində dindirilmə aparıb. Biz bütün iclasımız ərəfəsində tez-tez onun müavinləri ilə əlaqə saxladıq və ən nəhayət saat 12-dən 4-ün yarısı radələrində Tahir Kərimli həmən İstintaq İdarəsindən qayıtdı. Vəkili Aydın Nəzərli ilə telefonla danışdıq və eyni zamanda mən Tahir Kərimlinin özü ilə də
telefon əlaqəsi yaratdım. O dedi ki, Hacı, məni bir şahid qismində bugün dindiriblər və çox hörmət ehtiramla mənə ilə suallar verdilər, çox belə mədəni formada. Və mən 3 saat yarımdan sonra da Vəkilim Aydın Nəzəri ilə birlikdə oradan evimə qaydıram. Mənə deyiblər ki, lazım olan vaxtda yenə sizə zəhmət verib çağıracaq. Amma da həbsi haqqında belə bir məlumat yoxdur. Yəni saat 4-ün yarısında Tahir Kərimli şahid qismində dindirilib və qayıdıb. Amma onu da deyim ki, biz bugün Azərbaycançı Qüvvələr Birliyinin elə mətbuat konferansında da bu məsələyə toxunduq. Siz bilirsiniz ki, cənab Tahir Kərimli tanınmış hüquqşünasdır, ədliyyə generalıdır, Azərbaycanın Ali Məhkəməsinin sədri olub, uzun illər rayon məhkəməsində olub. Yəni, öyle bir hüquqşünas insandır ki, daim qanunların qorunması nöqteyi nəzərindən hər bir məsələyə yanaşır. Ona görə də biz qətiyyətlə bəyan etdik ki, Tahir Kərimli Allah göstərməsin, heç bir cinayət içində iştirakçı ola bilməz. Amma seçkilər ərəfəsində Azərbaycançı Qüvvələr Birliyinin 2 namizədi, həm Tahir Kərimli, həm Araz Əlizadə ki, namizədliyi qəbul olunmadı və onları qeyri-qanuni seçkidən kənarlaşdırdılar. Vəhdət Partiyası, Yeni Müsavat Partiyasının sədri deməli, İsa Qəmbərin namizədliyini müdafiə edirdi və bu ərəfədə də bir namizəd kimi onu müdafiə edir. Amma başqa Allah göstərməsin işlərdə biz Tahir Kərimlini tam cinasız hesab edirik və ümidvarıq da ki, inşallah Respublika Prokurorluğu da bu məsələyə ədalətlə yanaşır, onun da şərəf ləyaqəti hörməti qorunmaqla yəni ona müsbət münasibət. Hacı Ağa, tamaşaçılarımızdan birisi sizinlə əlaqədar bir sualı var. Onu da icazə verin, Allah efirə ve onun sualını eşidək, belki cevabı siz verdiniz. Buyurun Astara'dan. Buyurun. Kesildi. Astara'dan, Azerbaycan Respublikası'nın Astara şəhərindən bir tamaşaçımız sual vermiş ki, İslam Partiyasının liderleri, xüsusilə lideri Hacı Əlikram Əliyev və Ağsaqqallar, Nərdaranlı Ağsaqqalların məhkəməsi və onların azad edilməsi xəbərini gözləyirdik. Necə oldu? Bəli, çox düzgün qeyd edirsiniz. Mən təşəkkür edirəm Astara'dan sualı verən qardaşa ki, onlar da həqiqətən Azərbaycan İslam Partiyasının sədri Hacı Əlikram Əliyevin azadlığı ilə və Bakı Kəndlər Birliyinin sədri Hacı Cəbrailin azadlığı ilə maraqlanırlar. Yəni bunu bütün Azərbaycan ictimaiyyəti maraqlanır. Mən məlumat üçün televiziyamızı izləyənlərin nəzərinə çatdırım ki, bizim deməli, Nərdaran Ağsaqqalları ilə Respublikanın səlahiyyətli nümayəndələri Cənab Baş Prokuror Zakir Qaralov, Daxili İşlər Naziri Cənab Ramil Yusubov və Qafqaz Müsəlmanları İdarəçisi Cənab Şəkil-İslam Allah Şükür Paşazadənin vasitəsilə avqust ayının 25-də 11 nəfər Nərdaran Ağsaqqalı ilə Respublika Prokurorluğunda aparılan danışığa əsasən, danışıq belə olmuş ki, qalan 3 nəfər, biri Hacı Abiz Atakşiyev sentyabr ayının əvvəllərində azadlığa çıxacaq, elə də oldu. Qaldı Hacı Əlikramla Hacı Cəbrail, onu da 1-2 ayın ərzi Respublika Prokurorluğu deməli, Ali Məhkəməyə verilmiş şikayəti araşdırır və 1-2 ayın ərzində inşallah araşdırandan sonra Ali Məhkəmənin ədalətli qərarı ilə onlar da evlərinə, ailələrinə qayıdacaq. Biz bu məsələ ilə bağlı 2 gün bundan qabaq Cənab Şeyxülislam Allah Şükür Paşazadə ilə görüşdük. O da bizə cavab verdi ki, İnşallah bu seçki mərhələsi də qutarır. Bu günlərdə prezidentin and içmə mərasimidir. Yəqin ki, oktyabrın axırı, noyabrın əvvəlləri Ali Məhkəmə olacaq və onların işinə baxılacaq və biz də ümidvarıq ki, bugünə qədər aparılan danışıqlar həm dövlət nümayəndələri tərəfindən dəqiq olunub, həm Nərdaran sakinləri tərəfindən. Ona görə də heç bir tərəddüd olmadan inşallah biz gözləyirik ki, mübarək Ramazan ayında bizim ağsaqqallarımız yaxın günlərdə evlərinə, ailələrinə qayıdacaq. Bu da Ali Məhkəmənin ədalətli qərarı ilə. Ona görə dinləyiciləriniz də qoy elə diqqət nəzərdə saxlasın ki, yaxın günlərdə Ali Məhkəmənin biz keçirilməsini gözləyirik bu məsələ ilə bağlı. İnşallah. Çox sağ olun Hacı Ağa. Fərdi bəli, mən 1-2 dənə əgər vaxtınız varsa 2 kəlmədə. Buyurun. Sizin bu verdikləri imkan düşəndə biz də izləyə bilirik. Ona görə mən istəyirəm ki, sizin bu verilişləriniz hər iki ölkəmiz arasındakı dostluğun möhkəmlənməsinə daha çox xidmət edir. Bəzən elə məsələlər olur ki, görürsən, narahatçılıqlara gətirib çıxar. Əlbəttə bu
siz verdiyiniz müsahibələr Azərbaycan vətəndaşlarının rəyini verirsiniz. Amma buna baxmayaraq bəzən narahatçılıqlar olur. Eyni zamanda bizim ölkəmiz uzun müddətdir ki, İranın prezidenti Cənab Seyyid Məhəmməd Xatəminin Azərbaycana səfərini gözləyir. Eyni zamanda İranın prezidenti Cənab Seyyid Məhəmməd Xatəmi Azərbaycanın prezidentini İrana dəvət edir. Yəni bu səfərlər ərəfəsində bizi bir-birimizə yaxınlaşdıran, bizi bir-birimizə daha da əlaqələrimizi genişdirən verilişlər səslənsə, daha da gələcək əlaqələrimiz üçün yaxşı olar. Siz düzgün qeyd edirsiniz. Biz uzun müddət başımıza gələn müsibətlərdə qardaş İran Respublikasının, müsəlmanlarının Azərbaycana yardımını görmüşük. Bunların köməkliklərini hiss etmişik. Həm Qarabağ məsələsində, həm qaçqınlar məsələsində, həm Birləşmiş Millətlər Təşkilatında yeganə ölkələrdən biridir ki, bir mənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsini məhkum edir. Eyni zamanda biz də sizdə 90-cı ildə təbii fəlakət baş verdi. Zəlzələ ərəfəsində Azərbaycanlı qardaşlarımız, bacılarımız böyük bir heyətlə İrana gəldik. Dərdimizdə şərqə. Yəni bu bizim dini qardaşlıq borcumuzdur. Və ümidvarıq inşallah ki, bu əlaqələr daha genişlənəcək. Bugün sizin cənab Səfir ANS televiziyası ilə çıxış elədi. Əhəd Qəzai cənabları, aparılan danışıqlar, söhbətlər və bəyan etdi ki, İran televiziyasının nümayəndələri Azərbaycana gələcək. Biz çox istərdik ki, Azərbaycan xətli, yəni bugün Azərbaycan televiziyasında Rusiyanın neçə kanalı, Türkiyənin neçə kanalı və digər kanallar da olur. Bu İran televiziyasının da, yəni bizim rəsmi kanallardır. Sizin verilişlər Bakıda yayımlanmır. Hər kəsin imkanı varsa peyk vasitəsilə baxa bilir. Amma azı, yəni bilirsiniz bugün sosial-iqtisadi çətinliklər, hər kəs bu imkana malik deyil. Amma biz çox xahiş edərdik ki, hər iki ölkə arasında televiziya, radio mübadilələrində bizim milli mədəni, əxlaqi, dini dəyərlərimiz gitsin verilişlərdə. İnşallah dünən də bəyan etdiniz ki, bunu genişləndirəcəksiniz. Bizim cənab Xarici İşlər Naziri Vilayət Quliyevin də belə bir təklifi olub ki, milli tarixi mədəni dəyərlərimizə geniş yer verilsə, biz bunun da tərəfdarıyıq. Biz böyük məmnuniyyətlə gözləyirik və məxsusən mübarək Ramazan ayları ayı gedir, əziz günlərdir. Qabaqda bu ayın şəhidi Həzrət Əli əleyhissalamın şəhadət günləri gəlir. Verilişimizdə imkan olan təqdirdə mütəxəssislər bu sahədə danışardılar, fikirlərini deyərdilər. Bu Allahın bağışlanmayında. Eyni zamanda mən öz cəmaatımıza da, yəni hər kəs ki bu kanalı izləyir, biz bu günləri bir daha müraciət etdik Azərbaycan ölkə başçısına, rəhbərliyinə ki, bu orucluq ayı Allahın bağışlanan ayıdır. Onlar da mərhəmət göstərsinlər. Həbs olan qardaşları bu mübarək ay xatirinə, evlərinə, ailələrinə qaytarsınlar. Gözü yolda olan ailələrin gözü yoldan yığılsın. Çünki Allah buyurur ki, siz bağışlayın, mən də sizi bağışlayayım. Gərək bu bağışlama qarşılıqlı ola. Və bir də böyüklərdən böyük şey gözlərlər. Bu dövlət başçısı inşallah bu addımı atarsa milli barışığı yaranar və xalqımız bir yumruq kimi birləşir. Əsas düşmənimiz işğalçı Ermənistanın işğal etdiyi torpaqlarımızı azad eləyər və iqtisadiyyatımızı da gücləndirəm. Mən bir daha hamınıza təşəkkür edirəm. Mən də sizin xeyirxah niyyətlərinizə görə çox təşəkkür edirəm, minnətdarlığımı bildirirəm. Sizin bu İslami rəfətiniz, xoş arzularınız, inşallah bəli, inşallah İranın Azərbaycanla dostluğu, əlbəttə İran xalqı Azərbaycan xalqı ilə bir xalqdır, dost xalqdır, qardaş xalqdır. Dövlətlərin daha çox yaxınlaşması, daha çox səmimiləşməsi hamımızın arzumuzdur. Çox sağ olun acağa, bizi də dualarınızdan unutmayın. Hörmətli tamaşaçılar. Alo, buyurun. Buyurun. Salam ağa efendi. Aleykümselam. Keyfi defol kardeşim. Çok sağ olun kardeş. Astıra'dan da Astıra şehrinden. Bəli. Astıra şehrinden. Bəli, Şimşad. Ha, çok şadam. Kardeşim sizin bir 18'den ele vermişsiniz gedib. 18'inde ele ben dinleyirəm. Necə yani ki ailəvi. Bəli. Size biraz öz təşəkkürümüzü bildiririk. Çok sağ olun. Çok güzel, çok qəşəng verilişdi. Ben istəyirəm sizin ustadınız Şəhriyardan bir Azərbaycan şehrini sizin ithaf edeyim. İcazə versəydiniz əgər. Çok sağ olun. Bu Azərbaycan şehri hakkında sabah size zəng eləyərik, danışarıq, onu siz oxuyarsınız. Mülahizənizə görə, diqqətinizə görə çox təşəkkür edirəm. Hörmətli tamaşaçılar, bildiyiniz kimi Qarabağ məsələsi bizim həmişəki kəsindir. Eyb yoxdur.
Sabah zəng eləyərik, Azərbaycan şeirini söhbət eləyərik. Şəhriyarın Azərbaycan şeiri barəsində də bizim çox sözümüz var. O Şəhriyarın şeiri deyil. Deyil, o Azərbaycanda təhrif olunmuş tərcümədir. Şəhriyarın şeiri qətiyyən deyil. Və o dediyi kimi mən Şəhriyarın şagirdiyəm və inşallah bir fürsətdə o şeirin farsçasını və Azərbaycan dilinə tərcüməsini oxuyarıq birlikdə. Hörmətli tamaşaçılar, bu mübarək Ramazan ayında müsəlman cəmaatın şəxsi, xüsusi və milli arzuları ola bilər. Gəlin bizim milli dualarımız topluluqla, bütün cəmiyyətcə duamız gələn Ramazan ayına qədər, gələn Ramazan, gələn oruçluğa qədər Qarabağın Azərbaycana qayıtması olsun. Gəlin səmimi qəlbdən, sidq dil ilə o başlanımızı yiyəndə, namazımızı qılanda, orucumuzu açdığımız zaman, oruc ağızla Allahdan Qarabağın azadlığını təmənni eləyək. Mən rejissorumdan xahiş eləyirəm ki, Qarabağ haqqında mənim şəxsən getdiyim o kədərləndirici əhvalatı, gördüyüm o yaralı vəziyyəti və çəkdiyim o kadrlardan qısa bir parçasını mənim üçün və tamaşaçılarımız üçün səsləndirsinlər, efirə versinlər. Ondan sonra əgər mümkünsə Etimad Əsədov, Qarabağ Qazilər Cəmiyyətinin sədrini də mənə bağlayın. Etimad Əsədovla o gün söhbətimiz oldu, belə qərara gəldik ki, bir gün onu efirə çıxardaq və indi Qarabağ arzuları, Qarabağ üçün dualar və təmənnalarımız tam müvafiq bir zamandır ki, Etimad Əsədovla Qazilər, Qarabağın Yaralılar, Əlillər Cəmiyyətinin rəhbəri ilə danışaq. Qarabağ kadrlarını görək, amma əgər kövrəlsəniz, əziz tamaşaçılarım, əgər kövrəlsəniz, gəlin bu kövrək ürəklərlə əllərimizi qaldıraq Allahın dərgahına, əllərimizi qaldıraq Allahın dərgahına. Sevinç xanımın nömrəsini alın Əli Bayramlıdan, biz zəng eləyərik. Gəlin əllərimizi qaldıraq Allahın dərgahına, Şuşamızın, Laçınımızın, bugün Zəngilanımızın itirilən günüdür, itkisi günüdür. Bugün Zəngilanımızı itirmişik, bugünkü bir gündə, onun il dönümüdür. Zəngilan Qarabağda deyildir. Qarabağ iddiaçıları, Qarabağ torpağına göz dikən, xor baxan, o oğru, o nankör quldurlar Qarabağı istəyirdilərsə, niyə Cəbrəyli, niyə Zəngilanı, cəmaatımız, Qarabağ cəmaatı Zəngilandan İrana qaça bilərdi, gəlirdilər, sığınırdılar İrana. Oranı da bunlar zəbt elədilər, oranı da işgal edədilər, oraya da təcavüz elədilər. Bugün Zəngilanın işgal edilməsinin il dönümüdür. İlahi, bizə Qarabağımızı və Azərbaycanın o biri işgal olunmuş rayonlarını, ərazilərini təkrar Azərbaycanın qucağına və İslam dünyasının bədəninə qaytar. Qarabağ kadrlar. Qarabağ simvolu düzəltmişdilər. Heykəlləri bir təpənin üstünə tikmişdilər. Düşüb çəkdik, amma Xocalını görməyə yaman tələsirdik. Qarabağın ümumi vizasından əlavə hər şəhərə getmək üçün ayrı-ayrı vizalar və icazələr lazımdır. Xarici İşlər Nazirliyi deyilən yerdə icazə verməyə bahanə tapa bilməyəndə deyirdilər Müdafiə Nazirliyinə baxır oralar. Neysə, Xocalıya getməyə yaman tələsirdik. Xocalı yolunda dayandıq. Xocalıya doğru getdik, amma film çəkməyə icazə verilmədi. Ah, nələri gördük. Ah, nələri tapdıq.